52-ci. Nəsil ağacı verilibdir. Buraları tünd işarələyibdim. Sonra bu beləm, bax beləm tünd işarələnibdir. Qız uşağıdır, tünd işarələnibdir. Oğlan uşağı da açıqdır və belə bir qız uşağı tünd işarələnibdir. Burada bir nigah görürəm, belə bir şeydir və bunların da 2 dənə uşaqları var. Tünd və tünd kvadrat. Baxaq. Kvadrat. Bir oğlu, bir qızı. Aydındır? Görür yəqin ki, sxemi hamı. Deyir ki, daltonizm xəstəliyinə malik olan fərdlərin işarələndiyi nəsil ağacından hansı fərdlərdə bu xəstəlik mutasiya nəticəsində meydana gəlmişdir. Siz bilirsiniz ki, daltonizm xəstəliyi X xromosomu ilə ilişikli keçən xəstəlikdir. Düzdürmü? Niyə yazdım ki? X xromosomu ilə keçən ilişikli irsiyyətdir. Yəni, kiçik D daltonikdir, böyük D nədir bizdə? Sağlamdır. Bax, bunu qıraq da yazırsınız, başlayırsınız məsələnin həllinə. İndi mən nə yazacağım? Avtomatik bunun genini təyin eləyəcəm. Bu daltonikdirsə, özü kişidir. Daltonik kişi avtomatik belə yazmayacam mı? Böyle. Daltonik kişini belə yazmalıyam. Düzdür? İndi mən baxıram. Burada bu tərəfə baxıram. Bu sağlamdır. Avtomatik bunun X böyük D-dir. Amma bu birisi X-ın üstünü hələ bilmirəm. Sağlam olduğu üçün, rəngli olmadığı üçün avtomatik böyük D-ni mən yazıram. Qorxmadan yazıram. Burasını təyin etmək üçün mən uşaqlara baxacam. Uşaqlar bura qədərdir. Düzdür? Necə təyin edəcək? Deməli, əgər bunların... Deməli, əgər burada nə dünyaya gəlibdir? Xəstə oğlan uşağı dünyaya gəlibsə, sağlam da var, xəstə də var. Bax, bu xəstəyə görə mən bura X kiçik D yazdım mı? Yazmalıyım. Yazmalıyam. Əgər mən bura X böyük D yazsaydım, nə olacaqdı? X belə olacaqdı. X böyük D yazsaydım, atanı dəqiq müəyyən eləmişəm də, düzdür? Xəstə çıxmayacaqdı, məlum oldu. Sağ ol. Xəstə çıxmayacaq. Bəli, yazıram, göstərirəm. Onda mənim doğulan oğlan uşaqlarımın hamısı 100% sağlam olmalıydı. Düzdür? Çünki bunu böyük D verəcəkdi qadının. Bəli. Oğlan da Y-in birləşməsi. Hamısı sağlam olmalıydı oğlanın. Amma mənim xəstə oğlanım var axı. Deməli, ona görə bir ses. Bəli. Təyin elədim ki, burada bəli. Orada rənglə olan eləmi? Tünd rənglər xəstədir. O açıq rəng əslində sağlam götürməliyik. Bəli. Özü deyir ki, tünd rənglər daltonizmi göstərir. Şərtdə deyir ki, daltonizm tünd rənglə göstərilibdir. Aydındır? Aha. İndi nə deyir? İndi gəlin bu versiyalara baxaq. Görək, düzdürmü, düz deyilmi? İndi bunu təyin elədik avtomatik. Bu nədir bizdə? Sağlam. Bu sağlam oğlan uşağıdır. X böyükdür, Y. Bu nədir? Bax, X kiçikdir, Y xəstədir. X kiçikdir, Y. Bu da xəstə qızdır. Nə olacaq bu? Xəstə qızdır. X kiçikdir. Avtomatik təyin elədim. Elə bu da X kiçik D. Düzdürmü? X kiçik D'dir. Düzdür? Hə, yoxsa yox? Xəstədir. Xəstə qızdır. Xəstə qızdır, bəli, elə olacaq. Aha. Bunu da avtomatik təyin eləyə bilərəm. Bu zaten sağlam oğlandırsa, mən bunu avtomatik belə yazmalıyam da. Başqa çarəm yoxdur ki. Düzdür? Bunu avtomatik əvvəldən də yaza bilərdik. Prosta mən elə bura gəlib çatmadım. Avtomatik X böyükdür, Y-dir. Çünki sağlam oğlan uşağıdır. Düzdürmü? Aha. İndi siz mənə deyin görün. Bax, bu nicahdan
Bax indi kənarda yazaq. X kiçikdir, X kiçikdir ilə X böyükdür, Y-in nicahına baxaq. Buradan ya doğulmalıydı X böyükdür, X kiçikdir. Aha. Ya da ki X kiçikdir, Y. bax. Yəni o olar. Çünki oğlandır. Bəli. Xəstədir, kiçik Y. Bunun genotipi budur. Dəqiq budur. Çünki Amma xəstə olan. xəstə Ayso. qızına yaranmazdı o. Ayso. Doğulan qız uşaqları isə hamısı sağlam doğulacaq. Fikir verin. Hamısı X böyük D olacaq. Sağlam olacaq. Sağlam. Amma burada bizə nə veribdi? Burada bizə yazıb X kiçikdir, X kiçik. Bunun genotipi budur. Bunu da qorxmadan yaza bilərəm. X kiçikdir, X kiçikdir. Çünki qadında belə olmalı ki, bu xəstə olsun, tünd rəngli olsun. Düzdür? Qadın xəstə olması üçün mütləq kiçik D-lər olmalıdır onda. Amma mənim nicahımdan nə dünyaya gəldi? Mənim nicahım onu demədi axı. Mənim nicahım. Bax bunu gətirmişəm bura. Onu demədi. Onu dedi ki, mənim doğulan qız uşaqlarım fenotipcə sağlam olmalıdır hamısı. Yəni bu genin daşıyıcısı olmamalıdır. Deməli burada şərtdə 5 rəqəmi ilə işarə olunan necə yaranıbdı? Mutasiya nəticəsində yaranmış. Yəni belə bir genotipimiz ola bilməzdi bizim, amma yaranıbdı.